Uşaqlar, Xurşudbanu Natəvan əsərini sual-cavab edirik. Siz də sual-cavablarda iştirak edin. Həm orijinalı, həm də yəni kitab hissəsi, həm də ki, PDF hissəsini sual-cavab eləyəcək. Canlı qalacaq, bəli. Getdik birinci. Mənə deyin görüm, Xurşudbanu Natəvan əsəri desin görək. Yasəmən, sən denən. Neçə hissə, neçə şəkildən ibarətdir? Deməli, 2 hissə 15 şəkildən ibarətdir. 2 hissə 15 şəkil. Yaxşı, de görüm Həbib, bəs Vaqif əsəri neçə pərdədən, neçə şəkildən ibarət idi? 5 pərdə 11 şəkildən ibarət idi. 5 pərdə 11 şəkildən ibarətdir. Xurşudbanu Natəvan isə 15 şəkildən ibarətdir. Yaxşı, Cavidan, de görüm, Xurşudbanu Natəvan əsərində hadisələr harda cəryan eləyir? Birinci şəkildə Tiflisdə, qalan Şuşada. İkinci şəkildən artıq 15-ci şəkildə daxil olmaqla Şuşada cəryan edir. İndi birdən testdə düşsə ki, hadisələrin hamısı Şuşada cəryan edir. Səhvdir. Birinci Natəvan hara gedir? Tiflis canişininin malikanəsinə gedir. Bəli. Deməli, hadisələr birinci şəkildə Tiflisdə cəryan edir. İkinci şəkildən başlayaraq Şuşada cəryan edir. Bəli. Evliliyə, Ülvi, de görüm, nikah diplomatiyası kimi yanaşan kimi idi? Mən deyil. De. Canişin idi. Bir də İran şəhzadəsini görürük. Canişin Knyaz Xasay ilə Natəvanı evləndirməklə nikah diplomatiyasına səbəb olmaq istəyirdi ki, bunların evliliyi Nuray necə olacaqdı? Yəni bir, imperatora xoş gələcəkdi. 2, Azərbaycan xalqına psixoloji cəhətdən müsbət təsir eləyəcəkdi. 3, onlarda imperator hakimiyyətinə qarşı hüsn rəğbəti artıracaqdı. Bir də deyir, qohum olacaqdıq. Deməli, canişinə görə Natəvanla Xasayın evlənməsi 1, imperatora xoş çatacaqdı. 2, Azərbaycan xalqına psixoloji cəhətdən müsbət təsir eləyəcəkdi. 3, Azərbaycanlılarda imperator hakimiyyətinə qarşı hüsn rəğbəti artıracaqdı. Və 4, qohum olacaqdıq deyir. Və deyir, imperator həzrətləri özü səni çox sevir. Bunu kim deyir? Canişin deyir. Sama qrupları atdın ədəbiyyat qruplarına. At tez ol, canlı bitir artıq. Deməli, bu belə. Yaxşı, desin görüm Hüseyin. Hüseyin, kim deyir ki, Natəvana, mən sizin haqqınızda gözəl sözlər eşitmişəm. Əfsanəyə bənzər sözlər. Knyaz Xasay. Yaxşı. Yox. Gülay, sən deyilən görüm kim deyir ki, bu cür qəhrəman bir xalqın yarısı sizdən ayrı düşüb? Canişin deyir. Canişin deyir, bəli. Yaxşı, kim deyir, siz mənim haqqımda zəhərli sözlər də işlə bilərsiniz? Natəvan. Bəs Natəvana kim deyir, bütün Azərbaycan sizi çox sevir? Knyaz Xasay deyir. Bax, Knyaz Xasayın diyalogu budur. Sizin haqqınızda əfsanəyə bənzər sözlər eşitmişəm. Natəvan deyir, siz mənim haqqımda zəhərli sözlər də işlə bilərsiniz. Deyir, yox, ola bilməz. Çünki bütün Azərbaycan sizi çox sevir. Yaxşı, Natəvan Seymur kimi Qarabağa dəvət edir? Mən deyim, Knyaz Xasayı. Knyaz Xasay. Bax, keçən düşmüşdü, yazmışdı ki, obraz ona aid yanlış fikir. Yazıb Canişin, Natəvan deyir, Qarabağa dəvət edilir. Yox, Natəvan kimi dəvət elədi? Knyaz Xasayı, bəli, dəvət elədi. Hansı, yəni keçmiş ərində belə yadda saxlayın. Qarabağa dəvət edir. Bu bir. Sonra, deyin görüm, Fərhan sən denən, Qarabağ atlarından danışır. Mən deyim, Canişin. Canişin. Deyir ki, Tanrı özü deyir, Azərbaycanlıların igidliyindən danışıraq. Onları deyir, bu Qarabağ atları ilə mükafatlandırıb. Bunu Canişin deyir, birinci şəkildə. Yaxşı, Canişin Natəvan haqqında məlumatları kimdən öyrənmişdi? Mirzə Fətəli Axundzadə deyir, General Mirzə Fətəli Axundov deyir, sizin haqqınızda mənə danışıbdır deyir. Siz həmçinin gözəl şairəsiz. Kim dedi şairi olduğunu? Canişin. İndi deyəcək Həbib görək, kim deyib ki, siz, daha doğrusu Natəvana kim deyir ki, Qarabağın gözəl şairəsi? Canişin. Kim deyir? Niyaz. İran şəhzadəsi. İran şəhzadəsi bölür. Natəvanı Cənubi Azərbaycan yox, Qarabağın şəhzadəsi adlandırır. Bəli. İran şəhzadəsi. Sonra Natəvanın Tiflisə getmə səbəbini, Natəvanın Tiflisə getmə səbəbini Canişin bilir, Ömər? Bilir. Canişin bilir. Aha. Deyir ki, sizin gəlmə səbəbiniz mənə məlumdur. Çalışaram ki, mülkünüzün bir qismini imperator həzrətləri ilə danışıb qaytaraq. Natəvan isə tam mülk istəyir. Yasemin, de görüm, Natəvan nəyə görə tam mülk istəyir? Ayso. Deməli, Natəvanın Tiflisə gedib ki, Natəvan.
Tiflisə gedib ki, canişinin malikanəsinə gedib ki, bəs imperator həzrətlərindən yəni istəsin, Natəvan mülkünün hamısını istəyir. Və mülkünü istəmə səbəbi də nədir? Deyir, Şuşa əhalisi hələ də şor su içir. Kəndlərdəki şagird uşaqlar hələ deyir, məktəb nə olduğunu bilmirlər, kitabsız qalıblar, yəni təhsil ala bilmirlər. Yəni onları təhsillə təmin eləmək, eyni zamanda Şuşa şəhərinə də su çəkdirmək istəyir. Aydındır? Bu olur, bu hadisələr nə vaxt baş verir? Birinci şəkildə baş verir, bəli. Yaxşı, ikinci şəkildə artıq Knyaz Xasay ilə Natəvan evlidir. Yaxşı, Aylin, hə? Gülü, de görün mənə, kim deyir ki, Natəvana, bizim xalqların taleyi necə də oxşardı bir-birinə? Knyaz Xasay deyir. Knyaz Xasay Dağıstan əhalisi ilə Azərbaycan əhalisinin bir-birinə bənzədiyini deyir. Yaxşı, Ömər sən denən görün. Ümumiyyətlə əsərdə, yaxşı Cəlal sən denən. Sual cavab verməsindən sənə verirəm. De görüm, Azərbaycanlıların icidliyindən, qəhrəmanlıqlarından danışır ki, yəni onlar icid xalqlar, döyüşkəndilər, cəsurdular. Bir canişin, sonra kim? İran Şəhzadəsi. Qəşəng, İran Şəhzadəsi. Canişin birinci şəkildədir. İran Şəhzadəsi isə Məliküldövlə ilə danışır 11-də. 11-də danışıram Məliküldövlə ilə. Ki deyir, mənim yolum deyir, Cənubi Azərbaycandan keçir. Bax bu. Sonra, yaxşı, belə. Sonra, deməli, Knyaz Xasay ilə Knyaz Xasay xalqları müqayisə elədi. Natəvan kimə deyirdi ki, sənin məhəbbətin mənə güc verir? Xasaya. Özümü deyir, sənin yanında güclü hesab edirəm. Çünki deyir, imperator səni sevir, sən imperatorun dostusan. Belə. Natəvanla Knyaz Xasay danışanda Natəvana Cənubi Azərbaycandan gələn kimi təqdim edirlər ki, sizlə görüşmək istəyir. Seyid Hüseyin gəlmişdi, görüşmək istəyirdi. Ülvi de görüm, Seyid Hüseyin niyə qaçıb gəlib? Niyə normal gəlməyib? Ay sağ ol. Deməli, Seyid Hüseyin neyniyibdir? Cənubi Azərbaycanlılarda bilirsiniz ki, zülm eləyirmişlər, düzdür? Orada İran hakimiyyəti Cənubi Azərbaycanlılara zülm eləyirmiş və Cənubi Azərbaycanlılar da, Seyid Hüseyin də onların içərisində bir qrup cavan fədai dəstəsinə qoşulur. Bundan da kim xəbər tutur? Kəndxuda. Öz deyir həm yerimiz. Kəndxuda xəbər tutur və Ərbaba xəbər verir. Və Ərbab bunu biləndən sonra Seyid Hüseyin qaçıb hara gəlir? Şimal Azərbaycana gəlir. Bəli. Deməli, Seyid Hüseyin Ərbabın, necə deyim, bu fədai dəstəsinə qoşulandan sonra, xəbər tutandan sonra qaçır Azərbaycana gəlir artıq. Şimal Azərbaycana gəlibdir. Seyid Hüseynin deyil görüm, atası harada çalışırdı? Xalı Çarxanasında çalışırdı. Aha, hardaydı o Xalı Çarxanası? Tehranda. Amma bu zülmə dözə bilmir. Bəli. Axıra qədər bu zülmə dözə bilmir. Atası Xalı Çarxanasında çalışırdı. Səbəb? Oxutmaq üçün. Seyid Hüseyni oxutmaq üçün. Bəs kim idi ki? Atası Ərbabı öldürən... Atası Ərbabı öldürəndən sonra Şimal Azərbaycana qaçıb gəlmişdi. Muradalı. Muradalı anasının, bacısının taleyi haqqında bilir. İndi ki. Deyir ki... Deməli, Muradalı bilir, deyir ki, o zaman deyir, biz deyir, Tehranda atası Ərbabı öldürəndən sonra bunlar qaçıblar. Ərbabın adamları gəlib Muradalıcının evinə, anası qızını da götürüb Təbrizdə gedib. Ondan sonra deyir, Muradalı deyir ki, xəbər ala bilmədi. Yaxşı, əsərdə kimə vəzifəyə təyin eləyir? Natəvan, Seyid Hüseynin müəllim vəzifəsində. Müəllim, təzə açdırdığınız məktəbdə deyir, müəllim kimi çalışa bilərəm. Özü türk dilində tədris eləyəcəkdir. Yaxşı. Belə, üçüncü şəkilə keçək. Üçüncü şəkil bilirsiniz ki, söhbətdir Xaloğluların. Muradalı ilə Seyid Hüseynin. Deməli, uşaqlar, bir də təzdən ümumiləşdirirəm, tək yaxşı oxumayanlar üçün. Birinci şəkil, hadisələr Tiflisdə cərə eləyir. Soyuqdur, söndürüm. Hadisələr Tiflisdə cərə elədi. Natəvan Mirzə Ruhullahla birlikdə, müəllimi ilə birlikdə hara getmişdi? Tiflisə getmişdi. Tiflis canişinin malikanəsinə. Orada birinci Knyaz Xasay ilə danışdı. Knyaz Xasay bunun haqqında, deyir, sizin haqqında gözəl sözlər eşitmişəm. Nəsə belə danışdı. Sonra canişin gəldi. Canişinin bu arada xarici təsvirinə də yer verilibdir, xaricən. Və canişin Natəvanla dialoqunda niyə gəldiyini bildirir. Deyir, bilirəm sən niyə gəlmisən Natəvana. Çalışaram mülkünüzün bir hissəsini alaq verək, o da bütün mülkünü istəyir. Şor sudan qurtarmaq üçün, bir də şagirdlərə, uşaqlara təhsil vermək üçün. Yaxşı,
Deməli, Natavanı kim deməli bal gecəsi keçiriləcəkdi də Knyazina təşrif etdi. Canişin dəvət eləyir. Aha. Bəli, Knyaz Xasay da razı idi, dünəndən razı idi. Amma Natavan deyir ki, yox, Şuşaya qayıtmalıyıq. Natavan kimi dəvət elədi? Knyaz Xasay. Bu oldu birinci şəkil. İkinci şəkildə Knyaz Xasay ilə Natavan artıq evlidir. Bunların diyalogları var. Eyni zamanda biz kimi görürük burada? Seyid Hüseynin qaçıb gəldiyini. Bunlar ikinci şəkildir. Üçüncü şəkil Muradalı və Seyid Hüseyndir. Yaxşı, kim deyir ki, yaxşı ki bu Şimali Azərbaycan var, biz deyir, sığınacaq tapmışıq da. Yəni gəlmişik bizə deyir, yəni yer durublar da. Bunu Muradalı deyir. Amma Seyid Hüseyn həmişə demişəm, biraz ümumi yanaşır. Gülay Seyid Hüseyn nə deyirdi? Sənin mənim deyir, canımızı qurtarmaqla deyir. Biz qurtarmışıq canımızı, amma analar, qocalar var ki, onlar 10 minlərlə adam oradadır, uşaq oradadır deyir. Onlar deyir canlarını necə qurtaracaqlar. Sənin mənim canımızı qurtarmaqla nəsə düzəlmir axı. Bunu Seyid Hüseyn deyirdi. Yaxşı. Muradalı da dedi ki, atası Ərbabı öldürəndən sonra hara qaçmışdı? Şimali Azərbaycana qaçmışdı. Seyid Hüseyn də fədai dəstəsinə qoşulduğu üçün qaçıb gəlir və atası Xalı Çarxanasında fəhləlik eləyibdir. Bəs uşaqlar, ümumiyyətlə, Xalı Çarxanasında çalışıb, amma toxucu kimi. Kim? Qızıl Qönçələrdə Sürəyya. Bəli, Sürəyya. Firuz harada işləyirdi? O da fəhləlik eləyirdi, yük daşıyırdı, düzdürmü? Bir dəfə yükün ağırlığı çox ağır gəlir və yıxılır, bəli, yükün altında qalır. Bu belə. Getdik indi dördüncü şəkilə. Dördüncü şəkildə, deməli, bütövlükdən nə götürürük biz onu? Məclis-i Üns. Məclis-i Üns nə idi? Şairlər məclisi. Uşaqlar, Məclis-i Üns haradaydı? Qarabağda. Bəs Məclis-i Fəramışan, məclislə başlayanlar. Qarabağda, bəli. Beytüs Səfa, Şamaxıda, Fövcül Füsaha, Lənkəranda, Məcmə-i Şüara, Bakıda, Əncümən-i Şüara, Ordubadda. Bəli, bunlar məclislərdir, şeir məclisləridir, şairlərin toplaşdığı məclislərdir. Deməli, Məclis-i Ünsə kim hamilik edirdi? Natavan. Bəli, Natavanın rəhbərliyində idi Məclis-i Üns. Məclis-i Ünsün üzvlərinə dördüncü şəkildə kim qatılır? Seyid Hüseyn, bəli. Məclis-i Ünsdə kimin şeiri müzakirə edilir? Mamayının şeiri müzakirə olunur. Mamay nə deyirdi? Vətənimdə vətənsizəm. Aha. Bunun mənasını ümumiyyətlə nə demək istədiyini kim deyir? Seyid Hüseyn. Seyid Hüseyn deyir ki, millətə ağrı, inilti lazım deyil, vuruş lazımdır ki, hansı ki bizi həqiqi azadlığa çıxarsın. Həqiqi azadlığın mənasını bilməyən kim idi? Zahir bəy soruşur ki, siz həqiqi azadlıq deyəndə nəyi nəzərdə tutursunuz? Zahir bəy düşünürdü ki, bizim amalımız nə olmalıdır? Məhəbbət və şəfqət olmalıdır, bəli. Zahir bəy deyirdi. Yaxşı, həqiqi azadlığın nə demək olduğunu bilmir Zahir bəy və Seyid Hüseyn başlayır ona izah eləməyə. Zahir bəyə deyir ki, siz millətinizi tanımırsınız. Bəli, Nəvvab. Çünki Zahir bəy milləti İslam deyir. İslamı millət adlandırır, bəli. Ərəb fars dilini tərifləyir, şeirin sənətin dili adlandırır və ondan əl çəkmək lazım olduğunu demir. Zahir bəy, bəli. Çünki Zahir bəy deyir ki, yəni biz bundan qurtula bilmərik də, bu şeirin sənətin şah əsəridir. Amma orada Seyid Hüseyn deyirdi ki, artıq türkcə yazmaq lazımdır. Bildiniz? Yaxşı, kim deyir ki, Rus şairi Lermontov Azərbaycan dilinə heyran olub və onu şərqin fransız dili adlandırıb. Rusun adını çəkən kimdir? Erməni obrazı, yəni Tervahan. Tervahan Lermontovun adını çəkir və deyir, Lermontov deyirdi ki, birdən testə düşər ki, bax, Tervahanın fikridir. Azərbaycan dilini şərqin fransız dili adlandırır. Lermontov. Bəli. Lermontov Azərbaycan dilini şərqin fransız dili adlandırır və bunu da kim deyir bizə? Tervahan deyir. Bəs Azərbaycan dilinin musiqisinə heyran olmuşdu. Aleksandr Dumas. Bəli, Aleksandr Dumas haqqında kim danışır? Natavan. Orta məktəbdə keçmişsiniz yəqin ki, Qafqaz səfəri var Aleksandr Dumas. Bəli. Həmin o Natavan deyir ki, bizə gələndə, Aleksandr Dumas bizə gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu bildirmişdi. Yaxşı, kim deyir əsərdə? Dil bizim milli varlığımızdır. Dil bizim milli varlığımızdır. Natavan. Natavan deyir ki, şairlərə deyir. Orada ümumiyyətlə Nəvvabın bundan sonraki nitqi yoxdur. Lermontovdan sonra Nəvvabın nitqini götürməyik də biz. Dil bizim milli varlığımızdır. Natavan deyir. Natavanın burada öz arzusu var ki, deyir, zaman gələcək ki, bizim uşaqlarımız da deyir, Höteni, Shakespeare'i, Pushkin'i, Dante'ni,
Sonra Homeri öz dilimizdə oxuyacaqlar. Yəni demək istəyir ki, öz dilimizdə artıq bu kitablar nəşr olunacaq. Bizim də uşaqlar öz dilimizdə bu kitabları oxuyacaqlar. Bütövlükdə məclis-i üz neçənci şəkil oldu? 4-cü şəkil. Ardıcıllıq üçün deyirəm, bəli. Gəldi indi 5-ci şəkilə. Bulaq var. Karın könlündəki. Hə. Uşaqlar, deyəcəklər, müəllim, 5-ci niyə elə yazdınız? Nəysə, qoy belə yazın. 5-ci şəkildən danışırdıq. Demişdim, bununla yadda saxlayın. 5-ci şəkil B, bulağın açılışı. Bulağın açılışıdır. 5-ci şəkildə Natəvan artıq hara bulaq çəkdirib? Şuya. Və Şuşa əhalisi Natəvanı alqışlayır, sağ ol deyir ona. Şairlər də Natəvanın ətrafındadır, toplaşıblar. Və təşəkkür edirlər, xüsusən də Nəvvab. Natəvan orada deyir ki, mənim hesabımdan şəhər əhalisinə, kasıblara, şirniyyat, yağ və düyü. Demişdim axı. Düyünü yeyib üstündən şirniyyatla çay içmək. Deməli, düyü, şirniyyat, yağ paylansın şəhər əhalisinə. Bəs sakit durursunuz, sakit durursunuz. Mənə deyəcək, deməli, Yasəmən. Yasəmən, sən də görüm, kim idi deyirdi ki, xəzinə hesabından Qəzvin şəhərindən o kasıblara buğda, Yusif Sərracın islahatlarından biridir, bəli, buğda paylatmışdı Qəzvin əhalisinə. Əla, deməli, Natəvanın burada xeyriyyə işində bildi, həm bulaq çəkdirmişdi, həm də kasıblara əl tutur, deyir, bu gün deyir, bütün şəhər, yəni Şuşa şəhərinin əhalisi mənim qonağımdır. Yaxşı, şairiyə dincəlmək lazımdır, gedək, Nəvvab bunu deyir. Natəvan da qaça-qaça gəlir ki, bəs Knyaz Xasay hanı? Knyaz Xasay da gəzməkdə idi, hələ gəlməmişdi. Kim Natəvana deyir ki, Knyaz Xasay özü qarışmır cəmaata? Bəyim deyir, bəyim. Natəvan zaten xofludur, biraz yəni hürçü ki, Knyaz Xasay niyə belə eləyir? Bu da bir tərəfdən tırka verir ki, bu görsün özü deyir qarışmır, bəyim deyir. Bu bəyim kim idi? Natəvanın, yəni köməkçisi deyək, bəli. Sonra Knyaz Xasay gələndə Knyaz Xasay nəyə peşman olur? Peşman olduğunu deyir. Ora gəldiyindən yox. Amma deyir... Sən burada işlər görsən, bəs mən kişi, kül mənim kişi başıma. Hə, elə demir, yumuşaq mənada deyir ki, baxan deyəcək ki, buna bax deyir, arvad yəni xalqı üçün çalışır, su çəkdirir, mən də deyir, öz vətənimi atıb gəlmişəm. Knyaz Xasay. Nəysə, orada Natəvan bir yolla könlünü almağı bacarır. 5-ci şəkildə. 5-ci şəkilin deməli, uşaqlar, 6-cı şəkil keçdi. 5-ci şəkil belə. 6-cı şəkildən Natəvan haranı seyrə çıxıbdır. Gəldik 6-cı şəkil. Natəvan çıxıb mil düzünü seyrə. Niyə? Arx çəkdirmək istəyirsən. Arazdan mil düzünə arx çəkdirmək istəyirdi. İndi Seymur bizə səbəbini deyəcək. Niyə? Niyə arx çəkdirmək istəyirdi? Əhaliyə görə də müəllim. Ay sağ ol. Çünki buranın əhalisi köçəri həyat yaşayırdı. Oturaq həyata keçsinlər deyə Arazdan mil düzünə su çəkdirmək istəyir Natəvan. 6-cı şəkildə Natəvan çıxıb mil düzünü seyrə. Orada əhali ilə danışır, qaynaşır, əhali bunu buraxmaq istəmir. Amma Natəvan gilə də qonaq gəlib. Ay. Kimə görə? Knyaz Xasay. Knyaz kimə görə gələcək? Natəvana görə gəlməyəcək ki. Qoca Knyaz gəlibdi. Hardan gəlib? Dağıstandan. Neçə gün? 4 gün at sürüb gəlib. 90 yaşlı. Bu Knyaz Xasayın əmisidir. Və Knyaz Xasayı salamlayır. Deyir, gələndə yolda eşitdim ki, xan qızı deyir, Arazdan mil düzünə ax çəkdirmək istəyir. Mil düzün seyrə çıxıb. O da deyir, hə, əmi bilirsən, deyir, Natəvan Arazdan mil düzünə su çəkdirmək istəyir. Elə bil ki, hə, əmisi bunu tərifləyəcək. Əmisinin indi ürəyində qəşəng sözlər deyir. Buna əmisi deyir ki, hə, görsən, deyir, arvadını xalq üçün çalışır. Sən nə edirsən, deyir. Mən səni, deyir, 10 il Petrogradda buna görə oxutmuşdum ki, xalq, deyir, sən oxuyub gələndə sevindilər ki, bizim də, deyir, oxumuş bir rəhbərimiz olacaq da, məndən sonra, deyir, başı papaqlı sənsən. Sən də burada oturmuşsan, deyir, heç nə, getdi. Hə, arvad çörəyi yersən. Deməli, Knyaz Xasayı danlayır. Və əmisi deyir ki, mən sabah Şuşaya qayıdıram. 4 gün, deyir, 90 yaşında, deyir, adam 4 gün, deyir, at sürüb gəlmişəm. Qərarını otur, düşün, qərarını ver. Əmisi babat bunu danlayır. Nəsə, bu gedir dincəlməyə, orada bəzi bir dini motivlər var, o çıxarılıbdır, demişdim, məzhəb məsələləri, nəysə, o çıxarılıbdır, onsuz da düşmür sizə.
Və gəldi Natəvan. Natəvan da sevinə-sevinə gəlir ki, indi əmsi gəlibdi, qoca çiçəkdən baş çıxmır. Gəlir ki, Knyaz Xasay, bəs deyir, Mildüzün əhalisi məni buraxmırdı. Hamısı gücdən də canımı qurtarıb gəlmişəm. Çünki Knyaz məni evdə gözləyir. Gələndə deyir, eşitdim, qonağımız gəlib, hardadır? O da deyir ki, əmim gəlib, bəs deyir, məni aparmağa gəlibdi. Natəvan burada artıq dünyası başına yıxıldı elə bil. Nəysə, Natəvan deyir, bəs sən nə düşünürsən? Deyir ki, gəl deyir, Natəvana təklif edir ki, gəl gedək. Çünki, yox, xaric deyirlər, hara gedir, Dağıstana gedir, xaric nədir? Dağıstana gedirlər elə. Hə, Knyaz Xasay deyir ki, uşaqlar, bir də biz danışırıq 6-cı şəkildən. Bu sizə 6 günlük bir vaxt kimi gəlməsin. Artıq burada Natəvanla Knyazın 2 uşağı var. Mehdiqulu və Xanbikə. Düzdürmü? Yəni 2 uşaqları var. Böyük bir zaman dilimi keçibdi artıq. Və Knyaz Xasay deyir ki, bu vaxta qədər burada qalmışıq. Elə bölgə eləyirlər. Gəl bundan sonra da gedək biz Dağıstanda qalaq. Natəvan da deyir, yox, mən bu xalqı atıb gedə bilmərəm. Seyid Hüseynin də getməyinə pis baxmır ki, deyirsən getməlisən, ev getmək istəyirsənsə get. Və öz boynundakı medalyonu çıxarır. Seyid Hüseyin, Knyaz Xasay, Seyid Hüseyin nə idi? Knyaz Xasayın boynuna asır və medalyonda da uşaqları Xanbikə ilə Mehdiqulunun şəkli var idi. Mehdiqulu uşağı da atasının yox. Hə. Deməli 2 uşağının şəkli var idi. Bunu verdi Knyaz Xasayın boynuna astı bu medalyonu. Knyaz Xasay neçəncə şəkildə getdi? 2-də gəlmişdi, 6-da getdi. Yazıq. Knyaz Xasayı göndərdi. Knyaz Xasayı göndərəndən sonra Natəvan artıq subaydı və belə ardıcılıqla yadda saxlayın ki, elçilər gəlmək üzrədir. Gəldikcə gəlirlər, düzdürmü? Nəysə, 6-cı şəkil bitdi Knyaz Xasayın getməsi ilə. Getdi. Gəlir 7-ci şəkilimiz. 7-ci şəkil. Uşaqlar, ardıcılıqda düşə bilər Natəvanın Mildüzünü seyrə çıxması, Möhnət və Şahmarın Natəvandan Mildüzünə ağ çəkdirmək istəməsini xahiş eləməsi. Möhnət və o sonra. Ayso, 1-ci 6-da Natəvan Mildüzünü seyrə çıxır. 7-də Möhnətlə Şahmar gəlir. Möhnətlə Şahmar gəlir ki, Natəvana deyərlər ki, bəs Şuşa şəhərinə bulaq çəkdirdin. Xalqı şirin su ilə təmin edin, biz tərəfə də bir bulaq çəkdir, ağ çəkdir. Natəvan da deyir ki, Möhnətə, mən o haqda düşünürəm. Bunlar da sevinirlər. Və kim Natəvanla görüşmək istəyir burada? İran şəhzadəsi. İran şəhzadəsi. 32 yadınızdan çıxmaz da, hə? Deməli, İran şəhzadəsi hara, Şimali Azərbaycan hara, bunu da bizə Cəlal deyəcək. İran şəhzadəsi neynir? Çünki bu Cənubi Azərbaycanın İran şahı. Uşaqlar, burada Muhammed bir sual verir. Natəvan Knyaz Xasaya deyirmi ki, getmə? Demir, yox. Deyir, gedənə dur, deməm, düzdür? Trip atırdan Natəvan, gedəni saxlamır da bu, deyir, gedirsən, ged, yol açıqdır. Hə, düzdür, Muhammed, düzdür. Yaxşı. Deməli, hə Cəlal, denən. Deməli, bunun məqsədi o ki, Cənubi Azərbaycanlılar bundan xoş gəlmir İran şahından. Bu da Natəvanla eylənmək istəyir ki, Cənubi Azərbaycana rəğbətini qazansın, taxtdan çıxa bilsin. Cəlal, mənim sualım budur ki, niyə Şimal Azərbaycandadır? Necə Şimal? Niyə Şimal Azərbaycandadır? Çünki qardaşı hakimiyyətdədir. Aha, qardaşı nə edib buna? Qardaşı bunu sürgün edib də. De. Qardaşımın gözünü çıxartdırması. Ayso. Burada qaçıb gəlmiş. Qardaşının əlindən qaçıb gəlmişdi. Niyə? Çünki qardaşı bu İran şahzadəsinin gözlərini çıxartdırmaq istəyib. Həmişə bunu deyəndə uşaqlara bəzən həm yadda qalmır, bir də görsən belə. Bir də deyir ki, qardaş qardaşa beyinlərində oturda bilmirlər də. Hardasa biz 9-da yoxsa 10-da oxuyanda 12-13 il əvvəl də kino təzə-təzə gedirdi, Möhtəşəm Yüzyıl. Sultan Süleyman, Hürrəm. Orada görürsünüz Sultan Süleymanın oğlanları, 4 oğlu olur səhv eləmirəmsə. Amma Sultan Süleymandan sonra taxta çıxmaq vaxt gələndə didişirlər artıq. Hətta bir-birlərini öldürmək bahasına belə taxta çıxmaq istəyirlər. Ümumiyyətlə şahzadələrin təbiətində buydu ki, öldürsünlər, biri digərini öldürəndə taxta o biri çıxmalıdır. Yəni qalan, sağ qalan taxta çıxmalıydı. İndi İran şahzadəsi artıq taxta çıxıb. Qardaşların biri taxta çıxıb. Həmin bu İran şahzadəsi hansı ki haranın hakimi idi? Demişdim keçən Təbriz hakimi. Təbrizin keçmiş hakimi vurğulanır. Təbrizin keçmiş hakimi idi bu İran şahzadəsi. Bu Seyid Hüseyinlə zülm eləmirdi Cənubi Azərbaycanlılara, odur. Həmin bu İran şahzadəsinin də qardaşı bilib ki, hökmdar çıxan qardaşı bilib ki, bu İran şahzadəsinin bunun taxtında gözü var.
Gözü olan adamı nə edirlər? Gözünü çıxardılar. Qardaşı da bunun gözünü çıxartdırmaq istəyib. Bunu da anası gecə ilə xəbər eləyib gizlincə. Və İran şahzadəsi Cənubi Azərbaycandan qaçıb gəlib Şimali Azərbaycana. Amma belə tez gələnə də oxşamır, 32 arvadı ilə birlikdə gəlib. Hələ bir yanında da Məlikül Dövləni gətiribdir. Düzdürmü? Məlikül Dövlə hansı bir hiləgərliyi var idi? Qardaşın taxta çıxmadı. Ayso. Həmin hansı ki bu danışdığımız dövrdə taxta qardaşı çıxıb İran hökmdarı da Natavan. Bax onun taxta çıxmasında Məlikül Dövlənin rolu var. Deyir 1001 hiylə ilə ki mənim qardaşımı taxta çıxartdın ha. Həmin Məlikül Dövlədir. Amma qardaşı taxta çıxandan sonra Məlikül Dövləni öldürmək istəyir. Öldürtmək istəyir. Çünki bilib ki, yəqin ki Qaraqura işlərini Məlikül Dövlə bilir də. Aradan götürmək istəyirmiş. Nəysə, həmin bu İran şahzadəsi. İndi bildiniz İran şahzadəsi niyə gəlib? Çünki Cənubi Azərbaycanda bunu artıq ölüm gözləyirmiş də qalsaydı. Gözlərini çıxartdıracaqdılar. İran şahzadəsi gəlir Şimali Azərbaycana və Şimali Azərbaycana gələndən sonra bu gəlmişdi Muradalı ilə Seyid Hüseyin danışırdı 3-cü şəkildə. O zaman gəlib hələ. Onda gəlmişdi. Çünki orada Daşdəmir filan baxırlar onlara. Ki, yəni Daşdəmir hələ onun arvadlarından birinə baxır, göz qaş eləyir. Daşdəmir Natavanın xidmətçisi deyir, ona baxır, deyir, nə gözəl gözləri var. Nəysə. Deməli, İran şahzadəsi gəlir, ayağı düşərli olur, Natavan ayrılır Knyaz Xasaydan. İndi görür ki, Knyaz Xasaydan Natavan ayrılıb, fürsətdir. İran şahzadəsi də bu fürsəti dəyərləndirmək istəyir. Fikirləşir ki, Azərbaycan xalqı, Cənubi Azərbaycanlılar Natavanı sevir. Əgər mən Natavanla evlənsəm, Cənubi Azərbaycanlılar mənə dəstək olacaq, mənim arxamda duracaq və mən taxta çıxa bilərəm. Deməli, İran şahzadəsi taxta çıxmağının səbəbini harda görürdü? Yəni, deyir, mənim taxta çıxmaq yolum Cənubi Azərbaycandan keçir, Cənubi Azərbaycanlılardan. Ona görə də Azərbaycanlıları öz ətrafına çəkmək istəyirdi. Burada da əsas, yəni bunun üçün dayaq olan Natavan olmalıydı. İran şahzadəsi gəlir Natavanla görüşməyə və Natavanla görüşəndə Natavanı necə salamlayır? Qarabağın gözəl şairəsi. Belə deyir. Aha. Natavan da deyir, biz qadınlar bilirsiniz ki, şöhrətpərəs oluruq. Mən tək Qarabağın yox, bütün Azərbaycanın, Şimali və Cənubi Azərbaycanın şairəsiyəm. Düzdürmü? Orada Natavan deyir ki, gör deyir, yəni dövrə bax da ziddiyyətli məqamlar olur. Ayso. Deyir, şeir, sənət, nəcib insanların, yəni hissi duyğusu olan insanları sevə bilər də şeiri. Sizin kimi, yəni qəddar, cani insanlar da şeiri, sənəti sevə bilər. Natavanın sözündən bu çıxır, yəni İran şəhzadəsinə deyir. İran şəhzadəsi də deyir ki, niyə deyir, biz deyir, İran hökmdarları şeirə, sənətə həmişə qiymət verib ki, budur ki, deyir, Firdovsi, Sədi, deməli, Hafizi kimi necə sənətkarlar var, düzdürmü? Natavan bu sənətkarlarını hardan çıxdığını deyir, qədim İran mədəniyyətinin məhsuludur. İndi testdə düşsə sizə, mədəniyyətləri müqayisə eləyən kim idi? Natavan. Natavan qədim yoxsa hal-hazırda danışılan dövrdəki İran mədəniyyətinə üstünlük verirdi, qədim İran mədəniyyətinə üstünlük verirdi. Deyir ki, bu saydığın o Sədi Firdovsi kimi sənətkarlar qədim İran mədəniyyətinin məhsuludur. Yəni, o dövrdən çıxıbdır. Yəni, siz artıq canisiniz. Yaxşı. Deyir, sənin xalq adlandırdığın o qara güruhun əksəriyyəti canilərdən ibarətdir. Kim deyir bunu? İran şəhzadəsi deyir. Bəli, İran şəhzadəsi deyir. Yəni, xalqı deyir ki, xalqa necə deyim, xoş baxmaq olmaz ki, onları ancaq sıxma boğmaya salmaq lazım ki, xalq sənə qarşı gəlməsin. Yəni, İran şəhzadəsinin düşüncəsi buydu. Sonra İran şəhzadəsinin Natavan artıq saatına baxır, yəni demək istəyir ki, artıq çıx ki, İran şəhzadəsi gedir. İran şəhzadəsi gedəndən sonra Mirzə Ruhullah gəlir. Mirzə Ruhullah Səhvin orada, amma deyir evlənməli. Aha, Natavanın orada ümidsiz görür Mirzə Ruhullah. Mirzə Ruhullah, Natavan deyir ki, mən ümid elə bilirəm ki, biz heç vaxt bundan xilas ola bilməyəcək, bu məncənədən çıxa bilməyəcək. Onda Mirzə Ruhullahın sözü var. Deyir, o gün ola bilər ki, biz o günü görməyək. Amma deyir, bizdən sonraki nəsillər bunu görəcəklər. Yəni, bu dövrü deyir, yəni tarix deyir, bir-iki nəsildən ibarət deyil. O tarixi biz yaşamırıq ki, yəni bizdən sonraki nəsillər bu azadlığı görə biləcəklər. Yəni, biz çalışmalıyıq. Aydındır? Bunu deyir. Və Seyid Hüseyin orada gəlir Natavana balaca bir məlumat verir. Ki, sizin istəyinizlə 5 nəfəri Rusiyaya, 5 nəfər tələbəndə Parisə göndərmək üçün artıq razılıq almışıq. Düzdürmü? Adlarını yazmışıq, seçmişik 10 nəfər tələbə seçiblər. Tələbələr özləri razı idi.
Valideynlərin nəyə? Pula görə. Eşidiblər ki, hə, Natavanın hesabından oxuyacaqlar. Ondan sonra razı olublar. Belə. Aha, bunlar gedəndən sonra məhz deməli 7-ci şəklin sonunda Hidayət xan gəlir. Hidayət xan nəyə eşidib gəlmişdi? Arx çəkilməsin. Deyirəm qız, eşitmişəm deyir, Arazdan mil düzünə arx çəkirsən. Ehtiyac yoxdur, çünki deyir oranın əhalisi köçəri həyat yaşayır. Orada pul alır. Aysə o torpaqlardan. Onda deyir köçəridir, Natavan da deyir köçəri olmazlar. Su çəkilər, nə olar deyir? Oturaq həyata keçirlər, əkinlə, biçinlə məşğul olarlar, yəni heyvanlarından saxlayarlar da. Hidayət xan da deyir, o torpaqlar mənimdir, icazə vermərəm ki, o torpaqlardan sən arx çəkdirəsən. Yəni Hidayət xan bunu istəmirdi. Nəysə, Natavan deyir ki, o arx çəkiləcək. 7-ci şəkil belə bitdi. Gəlir indi əsərin neçənci şəklinə? 8-ci şəklinə. Əsərin 8-ci şəklində fikir verin, 7-də İran şahzadəsi gəldi, özü gördü Natavanı. Deyir, birinci oğlan özü görür, bəyənir, sonra elçisini göndərir. İndi İran şahzadəsi gördü, bəyəndi. Deməli, ardıcıllıq düşsə, birinci Natavanın İran şahzadəsi ilə diyaloqu var. Sonra Məliküldövlə. Məliküldövlə gəlir Natavanla danışmağa. Əslində Natavan danışmaq istəməsə də Mirzə Ruhullah deyir ki, yəni danışmalısan. Mirzə Ruhullah nəyə gəlmişdi? Əslində elçiliyə gəlmişdi. Mirzə Ruhullah orada haranı Təbriz bağlarına bənzədir. Natavanın təzə saldırdığı bağa. Deyir ki, biz bu səhər İran şəhzadəsi ilə birlikdə sizin təzə saldırdığınız bağda gəzirdik və buranı nəyə bənzədir? Təbriz bağlarını xatırlatdı bizə. Bəli, sonra orada Natavan yəni demək istəyir ki, gəlişinizin səbəbini qısa deyin. Hətta burada İran şəhzadəsi, daha doğrusu Məliküldövlənin Natavana bir sözü var ki, deyir, sizin zaten deyir gözəlsiniz, sizin gözəlliyinizi tərif etməyə heç bir söz yetməz. Yəni müqəddimə etməyə dəyməz də. Yəni onsuz da gözəlsiniz. Bu Məliküldövlə deyir. Nəysə, keçir əsas məsələyə, deyir ki, bəs İran şəhzadəsi sizlə izdivac niyyətindədir. Natavan da deyir, bəyəm ona 32 arvadı çatmır ki, məni də istəyir. O da deyir ki, yox, sizi hərəm başı eləyəcək. Orada olur deyir, yəni, hə, yox, qadınların birincisi də əsas qadın eləyəcək də. Natavan deyir, o, nə böyük vəzifə, nə böyük. Hə, kinayə ilə deyir bunu. Nəysə. Orada deyir ki, yaxşı, Natavan hətta burada bilir ki, bu Azərbaycanlıdır, Məliküldövlə. Məliküldövlə əslən Azərbaycanlı olsa da, sanki Azərbaycanlı olmaq özünə yaraşdırmırdı, qacar kimi, bəli. Mən deyir, mən niyə rəncidə xatir edirsiniz Azərbaycanlı olduğunu deyəndə. Nəysə, Natavan deyir ki, gəl səndən bunu bir Azərbaycanlı kimi soruşum. Mən deyirəm, yəni sənsən də, sən buna necə baxarsan? Məliküldövlə deyir ki, yaxşı baxaram. Deyir, necə yəni yaxşı baxarsan? Deyir ki, zaten bu Azərbaycan bilirsiniz ki, 2 yerə bölünübdür. 19. Birinci gözləyin görüm, Natavanda hadisələr neçənci əsr əhatə eləyirdi? 19-cu əsrdə. Bunu 2 motivlə yadda saxlaya bilərsiniz ki, biz Xurşidmanın Natavanı ədəbiyyatda hansı dövrdə keçirik? Yeni dövr Azərbaycan ədəbiyyatının 2-ci mərhələsində. Hansı ki, maarifçiliyə keçid var idi, Axundzadə var idi, Nəcəf bəy Vəzirovdur, Natavandır. Bu kimi sənətkarlar, məclislər. Bütövlükdə 19-cu əsr əhatə edir. Natavan da 19-cu əsrdən biridir. Bundan da yadda saxlaya bilərsiniz. Bir də ki, Azərbaycanın 2 yerə bölünməsi 1828 Türkməncay sülhü ilə də yadda saxlaya bilərsiniz. Deməli, hadisələr 19-cu əsrdən. Vaqifdə neçənci əsr idi? 18-ci əsr. Qəşəng. Hə, orada Məliküldövlə deyir ki, zaten deyir, bu, yəni siz yəni ya Şimali Azərbaycan, daha doğrusu siz ya Rusun tərkibinə, ya İranın tərkibinə qatılmalısınız da. Yəni deyir, 2 dövlətdən biri tərcih edilməlidir və deyir, bizim seçimimiz dini bir qardaşımız İran olmalıdır, belə deyir. Və Natavana bu pis təsir eləyir. Yəni deyir, biz Məliküldövlənin fikrincə, Məliküldövlə deməli gör nə qədər vətən xainidir, vətənini sevmir ki, müstəqillik haqqında düşünmür, Azərbaycan birləşməsi haqqında düşünmür də əsərdə. Deyir ki, Azərbaycan deyir, 2 böyük dövlətin deyir, tərkibinə qatılmalıdır, ya Rusun, ya İranın. Bu da deyir, dini bir qardaşımız olan İran olmalıdır deyir. Və Natavan bundan əsəbləşir. Deyir, yəni sən Azərbaycanlıların farslaşmasını istəyirsən, yəni farslaşdırmaq. Məliküldövlə deyir ki, farslaşmaq, bəli, yəni farslaşdırma siyasəti Azərbaycanlılar üçün xoşbəxtlikdir. Yəni, bəli, ümumiyyətlə Azərbaycana qarşı farslaşdırma siyasətini Azərbaycanlılar üçün xoşbəxtlik sayır. Onda Natavan beyni çönür, əsəbləşir və hirslənir buna, rədd ol buradan deyir ki, qab dili, dibi yalayan nökər.
Qab dibi, hətta bunu qazan da deyirlər. Qazan dibi yalayan nökər deyir onu. Məlik Küldövləni və qovur. Məlik Küldövləni də belə yola saldıq. Bunu Natəvan Məlik Küldövləyə demişdi. Sonra, uşaqlar, bunu hər dəfə keçəndə deyirəm, xüsusən bu xırdalıqları. Və gördük, keçənki qəbul suallarının içərisində buraxılışda var idi. Bu gedəndən sonra Mirzə Ruhullah gəlir, bunu yenə sakitləşdirmək istəyir. Mirzə Ruhullah bu müəllim idi və Natəvana deyir ki, sən bu dedikodulara son qoymaq üçün evlənməlisən. Amma ay sol, yadda saxlayın, qətiyyən demir ha Natəvana sən Seyid Hüseynlə evlən, yox. Birdən testə düşsə ki, Mirzə Ruhullah Natəvana deyir ki, Seyid Hüseynlə evlənməlisən, səhv fikirdir. Bu nədir baba deyir, bəli. Mirzə Ruhullah demir Natəvana Seyid Hüseynlə evlə, yox. Deyir ki, sən evlənməlisən də, ya subay qalmamalısan. Natəvan da elə bir, kinayə ilə deyirəm, elə bir ürəyindən imiş, deyir, mən bu haqda düşünərəm. Mirzə Ruhullah gedən kimi Seyid Hüseyni çağırtdırır da, düzdür? Seyid Hüseyni çağırtdıranda Seyid Hüseyin gəlir və Seyid Hüseyin gizli-gizli bunu izləyirmiş, hə, Həbib? Seyid Hüseyin gizli-gizli bunu izləyirmiş. Natəvan soruşur ki, sən nə üçün deyir mənə baxırsan? Onda Seyid Hüseyin deyir ki, mən nə qədər çalışsam da bu günahkar məhəbbəti qəlbimdən ata bilmədim. Natəvan deyir, sən niyə bunu günahkar adlandırırsan? Niyə adlandırırdı günahkar? Kimsəsiz və yoxsul olduğu üçün. Deyir, sən adlı sanlı adamsan, yəni dövlətdə adamsan, amma deyir, mən kimsəsiz və yoxsul adamam. Yəni, sənə layiq deyiləm. Natəvan da burada lap əsəbləşir ki, məyər deyir, yoxsulların, kimsəsizlərin sevməyə haqqı yoxdur ki, və deyir, mən, xan qız Nəbim Xurşidbanı Natəvan, Allahın əmri, Peyğəmbərin qanunu ilə sənin zövcən olmağa razıyam. Razısan, o da istəyib qarşı gələn Natəvandan qorxur da heç nə demir, zarafat edirəm. Nəysə, razı olurlar. Və Natəvan burada həqiqətən də Seyid Hüseyni belə məhəbbətlə sevdiyi üçün yox. Seyid Hüseyin həm yaxşı insan idi, həm də bilirsiniz, Seyid Hüseyin maarifçidir. Natəvanda maarifçi obrazdır, Seyid Hüseyin də. Amma Knyaz Xasay maarifçi deyil. Əsərdə maarifçi obrazlar kimi idi? Natəvan və Seyid Hüseyin, yadda saxlayın. Orada Natəvan Seyid Hüseyinə deyir ki, mən deyir, bilirəm ki, səninlə birlikdə, səninlə deyir, izdivacımız bizim vətənimiz üçün deyir, uğurlu sayılacaq. Yəni, səninlə birlikdə çalışacaq vətənin azadlığı üçün. Sanki Seyid Hüseyin bunun yanında Natəvana dayaq olacaq idi. Natəvan onu özünə ər kimi yoxdur, sanki bir dost kimi, yoldaş kimi alır. Həqiqətən də o gözlə görürdü. İndi babalı öz boyunu, nəysə. Deməli, zarafat edirəm ki, yanınızda qalsın. Belə, 8-ci şəklimiz belə bitdi. 8-ci şəklin əvvəli başladı. Kimdən? Məlik Küldövlənlə bitdi. Natəvanın Seyid Hüseynə razılığı ilə. Düzdürmü? Və başladıq artıq PDF hissəyə keçirik. PDF hissədə də başlayır 9-10-cu şəkillər. Və 9-cu şəkildə Natəvan gecə yatıbdı artıq. Pəncərədən kim girir? Knyaz Xasay. Knyaz Xasay gizli Natəvanın yanına getmişdi. Həm söz söhbət yaratmasın, həm də qaçıb gəlmişdi Knyaz Xasay. Çünki Knyaz Xasay təqib edilirdi. Düzdürmü? Niyə təqib edilir Knyaz Xasay? Knyaz Xasay niyə təqib edilir? Hər şey əlinin üzrə bulaşır. Ay son. Adama deyirlər ki, oturmuşdun da gül kimi Qarabağda. Düzdür? İndi çıxsın əmsi cavab versin. Hani o qoca, bəlkə də ölüb yazıq. Qoca Knyaz yoxdur artıq. Və Seyid Hüseyin, daha doğrusu Knyaz Xasay gəlir. Knyaz Xasay gəlir, Natəvana deyir ki, Natəvanı yuxudan oyandırır. Natəvan əslində elə bilir yuxudadır. Knyaz Xasay deyir, yox, həqiqi gəlmişəm, nə danışsın sən? Nəysə, deyir, buradan gizlin gəlmişəm, söz olmasın deyə pəncərədən gəlmişəm. Və başlayır gəlmə səbəbini deməyə ki, Natəvana, gəl deyir, səninlə birlikdə, Knyaz Xasay deyir, qaçaq xaricə. Artıq vətən söhbəti yoxdur burada. Niyə? Çünki uşaqlar, Seyid Hüseyin neynir? Natəvanın burada xalqı üçün elədiklərini Dağıstana gedəndə Seyid Hüseyin də öz xalqı üçün eləməyə çalışır. Yəni elə bir ki, xalqın müstəqilliyi üçün ayıltmaq istəyir də bu anlamda. Və bunu səhv başa düşürlər Seyid Hüseynin bu cəhdən. Üzülürsən uşaqlar, Knyaz Xasay. Seyid Hüseyin nə idi demirsiniz sizdə? Hə, Knyaz Xasayda gələn Seyid Hüseyin nə əlaqə? Dağıstana gedən kimdir? Knyaz Xasay. Hə. Knyaz Xasay deməli gəlir Natəvanı görməyə 9-cu şəkildə. Və Knyaz Xasay Natəvandan nə görmüşdüsə, Natəvanın xalqı üçün necə çalışdığını görmüşdüsə, Dağıstana gedib eynisində bu eləyir. Yəni xalqı üçün çalışır, eynisini deyəndə. Bu da xalqpərvər, xalqını sevən obrazdır. Ümumiyyətlə Natəvan da, Seyid Hüseyin də, Knyaz Xasay da xalqını sevir. Amma Knyaz Xasayın elədikləri pis qarşılanır.
Yəni ruslar tərəfindən heç də yaxşı qarşılanmır və Knyaz Xasayı tutub sürgün eləmək istəyirlər. Ona görə də Knyaz Xasay qaçır gəlir Natavanın yanına ki, bəs gəl qaçaq. Gedək bundan sonra xaricdə xoşbəxt yaşayaq. Amma Natavan razı olmur. Yenə xalqın atmaq istəmir. Deyə dəmir ki, mən Seyid Hüseyndən öncə xəbərin yoxdur. Hə? Ukrayna sözləri deyir. Nə? Sürgünə göndərilmə? Yox. Xalqa olan. Hə, nə təbii ki. Bəli, xalqı sevməsini yetirə bilərik. Nəysə, Natavan razı olmur. Natavan razı olmur buna. Knyaz Xasay çıxıb gedir, amma əbədi olaraq Natavandan ayrılıb gedir, düzdürmü? 10-cu şəkildə də Natavan artıq Seyid Hüseyni ərə getdiyi üçün Hidayət xan biraz da cinlənibdir. Hətta Seyid Hüseyni öldürmək istəyir. Bəli, Natavan qoymur. Gecə ilə Hidayət xan adamlarını da götürür, gəlir Natavan yəni qaldığı yerə otağa girir. Seyid Hüseyni öldürmək istəyir, tutub yəni öldürmək istəyir. Qovur, getmir və öldürmək istəyir. Natavan mane olur buna. Belə, gəldi indi 11-ci şəkilə. 11-ci şəkil. 11-ci şəkildə nədən bəhs olunur? İran şəhzadəsinin Məliküldövlə ilə danışığından. Kim deyir ki, sən heç bu Azərbaycan xalqın xeyrini bilən adam deyirlər? Məliküldövlədir. Yəni deyir, sənin Azərbaycan xalqın heç xeyrini, şərini bilən adamlar deyilmiş. Mənim kimi deyir, bir şəhzadə qalıb qıraqda gedib Seyid Hüseynlə izdivaca giribdir Natavan. Bunu İran şəhzadəsi deyir. Məliküldövlə deyir ki, onlar deyir, hara meyl eləyirlər? Kimlərə? Ruslara meyl eləyirlər. Ruslara meyl elədiyin Məliküldövlə necə izah eləyir? Çünki deyir, Natavan uşaqlar, dəstə-dəstə deyir, uşaqları yığıb xaricə Rusiyaya deyir, oxumağa göndərir. Bunu kim deyirdi? Məliküldövlə. Əla. Deyir, bəs İslam, onlar deyir, yəni, onlar üçün deyir, güya ki, Natavan üçün İslamın önəmi yoxdur, deyir, onun üçün Rusiya təhsil almağa göndəribdir. Bu motiv başqa bir əsərimizdə də var ki, orada deyir ki, biz icazə vermərik, deyir, uşaqlarımızı göndərəsiz, təhsil ala, xristiyan dilində təhsil ala. Təzə keçmiş, ya? Uşaqları deyir, göndərəsiz. Yox. Hansı ki orada bir dindar obraz var ki, həmin dindar bir məqamda birlik göstərə bilir. Dəli Kür, bəli, Dəli Kür əsərində. Kim idi? Molla Sadıq və Molla Sadığın sözünü deyən adamlar. Aydındır? Ki, onlar deyirlər ki, Qori seminariyaya, müsəlman şöbəsinə ki, təhsil almaq üçün uşaqları göndərəcəkdilər. Onda, bəli, artıq buradakılar yazıb. Canavardılar, Dəli Kür yazıblar. Bəli, Molla Sadıq və onun əlaltıları icazə vermirdilər. Nəysə, bu belə. İran şəhzadəsi artıq bildi ki, Natavan Seyid Hüseynlə evlənib, amma Natavandan yenə də əl çəkmir. Natavana nə göndərir? Amma göndərmir. Düzdürmü? Göndərmir. Natavanı deyir ki, Məliküldövlə səhər deyir, mənim adımdan Natavana gözəl bir hədiyyə apar. Qoy, elə bilməsin ki, izdivacı qəbul etmədiyi üçün mən ondan incimişəm. Amma təbii ki, göndərmək nəsib olmur da, çünki ölür axı. Hə. Bunu Məliküldövlə edir. Məliküldövlə niyə aparmaq istəmirdi? Çünki onu qovmuşdu, ona bir söz. Deyir, sən görmədin, deyir, mən necə qovmuşdu. Deyir, siyasət bunu tələb eləyir, deyir. Bir üzünü ötüpürdülər, o bir üzünü çevir. Aydın, siyasət sözünü işlədən kim olur? İran şəhzadəsi. İran şəhzadəsi hiylə işlətmək istəyirdi, dediyim kimi. Cənubi Azərbaycanlıları deyir ki, bundan sonra deyir, Cənubi Azərbaycan, Təbriz, Əhrə, Cənubi Azərbaycan başqa şəhərlərinə deyir, adam göndərərik. Onları deyir, öz tərəfimizə çəkməyə çalışarıq və onlara nə vəd eləyəcəyik? Məşrutə vəd eləyəcək. Bəli, məşrutə nədir? Məşrutə üsyanını soruşmuram. Məşrutə sanki, belə deyim də, sizin dilinizdə konstitusiya deyənlər də düzdür. Nədir? İdarəçilikdə haqq. Bu, həmişə Romalılarla tarix bitdi. Həmişə Romalılarla bunu müqayisə eləmişəm, çünki bir dənə yadımda qalan odur. Patrislər, plebeylər Romada deyildi. Oydu, plebeylərin desin əlindən alınmışdı da, idarəçidə sözləri yox idi. İndi də Cənubi Azərbaycanlılara da elə yanaşırdılar, idarəçilikdə öz sözlərini deyə bilmirdilər, düzdürmü? Ona görə də deyir, bunlara məşrutə verərik, sanki azadlıq verərik, düzdür? Deyir, inanarlar, deyir, bəli, inanarlar. Yəni deyir, inandıra bilsək inanarlar da, bu cəmaat inanar. Sən deyildin, deyir, mənim qardaşımı taxta çıxaran. İran şəhzadəsi bunu kimə deyir? Məliküldövləyə. Deməli, qardaşının bayaq dedi, taxta çıxmasında Məliküldövlənin əli olub. Və Məliküldövlə deyir ki, amma deyir, taxta çıxan kimi ilk
Məni boynumu vurdurmaq istəyirdi. Bəli. Sonra hətta İran şəhzadəsi deyir ki, görmürsən, deyir, mənim də deyir, gözlərimi çıxartmaq istəyirdi. Yazıq anam deyir, mənə deyir, xəbərdar elədi, xəbərdarlıq elədi mənə, xəbər veribdir. Yaxşı, burada vəzifə vəd edilən obraz kimdir? Məlikül Dövlə. İran şəhzadəsi deyir ki, mən taxta çıxsam, səni özümə sədr-əzəm eləyəcəm. Bunu vəd edir. Yaxşı. Nəysə, deyir, gedindi, rəqqasəni çağır. Kim idi rəqqasə? Təxminə. Təxminə kimlə birlikdə gəlir? Kör kamançaçı ilə birlikdə gəlir. Kör kamançaçı kim idi? Eyvaz idi, bəli. Onlar hardan gəlmişdilər? Savalan mahnısı oxuyur demişlər. Dilindən mahnısı. Savalandan, bəli, Savalan. Bunu da kim istəyirdi təxminəni? Muradalı istəyirdi. Təxminəni də könlü ondaydı. Yəni bilir ki, Muradalı bunlara kömək eləmək istəyir. Muradalı da bunların yanındadır, amma Muradalı pərdənin arxasında gizlincə baxır. Aha, burada deməli İran şəhzadəsi təxminənin qolundan dartıb özünə çəkmək istəyəndə qımışma. Qımışma, mənəm dartır. Hə, qəşəng yerlərin yadda saxlama. Ancaq belə qara-qura harda yerlər var, onları yadda saxla. Elə əli ilə də göstərir ki, belə dartır. Hə. Onda təxminə deyir ki, şəhzadə icazə ver atamı, yəni bu kör kamançasında o bir otağa aparım. Nəsə atasına deyir ki, gəl şəhzadə dincəlməyi istəyəndə plan qurmuşdular. Orada Eyvaz nə deyir? Kör kamançacı. Şəhzadəyə deyir ki, icazə ver əlindən öpmək şərəfinə nail olub. Bu da razı olur. Əlindən öpməyi, əlini uzadanda Eyvaz bunu tutur və yaxasından çıxartdığı bıçaqla bunu öldürür. İran şəhzadəsini öldürür və deyir ki, mən deyir, cavan gəlini əlindən aldığın, gözlərini çıxartdırdığın əmin Eyvazam deyir. Arvadını öldürmür. Əlindən almışdı. Cavan gəlini deyir, əlindən aldığın Eyvazam. Onun gözlərini də çıxartdıran İran şəhzadəsi olubdur. Və İran şəhzadəsini öldürür. Aydındır, Muradalı tez təxminə ilə Eyvazı çıxarır və bunlar gedirlər artıq, qaçıblar. Ayso, bunlar gəlmirlər. Bunlar gedəndən sonra Məlikül Dövlə gəlir. Məlikül Dövlə İran şəhzadəsini yerdə görəndə, Ömər sənə gülürlər, bax. Məlikül Dövlə İran şəhzadəsini yerdə görəndə deyir, bu ölən sənin son ümidlərin idi. Deyir, sanki qeybdən gələn bir səs Məlikül Dövləyə deyirdi ki, buna yaxşı bax, yəni sənin ümidlərin ölübdür. Sən deyir, vətənini satdın, xalqını satdın, vətəninə yəni qarşı gəldin. Hə, indi deyir, peşmansan, amma deyir, indi elə Allah da sənə kömək eləmək istəmir. Məlikül Dövləyə. Məlikül Dövlə deyir ki, olan qalan hər şeyimi də İranda buraxıb gəldim, buna görə, İran şəhzadəsinə görə. Son ümidini ona bağlamışdı, o da öldü, getdi. İndi də heç kimsiz qalıbdır, heç bir hörməti yoxdur, heç nəyi də yoxdur əlində. Və deməli, orada Məlikül Dövlə özünü öldürmək istəyir. Xəncərini çıxarıb. Amma özünü öldürmək istəsə də eləyə bilmir. Hünəri, cəsarəti çatmır. Bu oldu bizim 11-ci şəklimiz. Gəldi indi 12-ci şəkil. Qulaq as. Hə, düzdür. Deməli, şəhzadə ölüb. Bir cinayət olandan sonra cinayət yerinə kim gəlir? Polis. Ay sağ ol. İndi bir ardıcılığa görə deyirəm, belə yadda saxlayın. Cinayət birdən deyər ki, məsələn, Fərəc bəy ilə Qala rəisinin dialoqu, sonra İran şəhzadəsinin Məlikül Dövlə ardıcılıqda belə yadda saxlayın. İran şəhzadəsi öləndən sonra məhz Qala rəisinin motivi gəlir. Artıq 13-ci şəkildə Qala rəisinin otağıdır. Fərəc bəy oradadır, Mixaylo oradadır, Zahir bəy də oradadır. Və Zahir bəy kimi satır burada? Şeir məclisində danışanları özününkiləşdirir, siyasi motiv kimi çatdırır. Ay sağ ol. Deyir ki, bunun bir ucu, onu Qala rəis deyir. Hə, elə bir çağırdan. Deməli, Qala rəisinin otağında danışıq gedir və burada Zahir bəy çatdırmışdır ki, güya Xurşidbanının şeir məclisində şeirlərdən başqa hər şey müzakirə olunur. Yəni, azadlıqdan danışırlar, bəli. Və belə Qala rəisinin də deməli ümumi fikri bu olur ki, deməli Seyid Hüseyin Cənubi Azərbaycandan gəlib, bir təxribat üçün gəlibdir. Və Seyid Hüseyini nə adlandırırlar burada? Yox.
Ay sağ ol. Terrorçu adlandırırlar Seyid Hüseyni. Ki gəlib və Gah xalası oğlu Muradallıya bu deyib ki, İran şəhzadəsini öldürsün. Ona görə deyir, Muradallını deyir, həmin şəhzadə öldürülən gün sarayın yaxınlığında, daha doğrusu o şəhzadənin qaldığı yerin yaxınlığında görüblər, sonra görməyiblər. Və Muradallını da tapa bilmirlər. Ona görə elə bilirlər ki, Seyid Hüseyin gələndən sonra bunun öldürülməsi, necə deyim, təsadüf deyil. Və Zahir bəy də hətta bunu dəstəkləyib, deyir, bunun onsuz da bir ucu gedib dayanır Natavanın o şehir məclisinə, Natavanın o qalasına da, Şuşa qalasına dayanır. Zahir bəy bunları satır, Fərəc bəy də təsdiq eləyir, Fərəc də Zahirdə Azərbaycanlıdır. Amma Azərbaycanlıları satqın olan Azərbaycanlılardır. Burada Mixailov, Zahir bəy danışdıqca Mixailov əsəblə Zahir bəyə baxır. Hə. Və buna inanmır. Nəysə, Zahir bəy gedəndən sonra Mixailov deyir ki, mən buna inanmıram. O da deyir, qala rəisi deyir ki, sən sakit dur, deyirsən, sən də sürgünə getmək istəyirsən. Dayının deyir, dekabrist, dayısı hara qoşulmuşdu dekabristlərə və son nə olubdu? Sürgün olubdu dayısı. Deyir, baxmayaraq ki, mənim arvadımın yaxın qohumusan deyir. Buna deyir, baxmaram, sənin özünü də sürgünə göndərir. Sən deyir, Azərbaycanlıları Fərəc bəydən, Zahir bəydən yaxşı tanıyacaqsan. Yəni, onların dediyi düzdür. Sənə nə deyilirsə yaz, sənin deyir, vəzifən imperator hakimiyyətinə yaxşı qulluq etməkdir. Özü deyim, şeyə. Zahir bəy zaten satqın adlandırır da. O qramofon deyir, qramofon şair deyir. Deyir, o satqındır nədir? Bizə əsas odur ki, hər şeyi danışdı. Bunu deyir, qala rəisi deyir. Çünki qala rəisini zaten sərf eləmirdi. Natavanı niyə tərifləsin ki? Nəysə, gəlir, bu oldu 13-cü şəkil. 13-cü şəkildə hadisələr necə cərəyan eləyir? Artıq Xurşidbanının bəli yeridir, malikanəsidir və orada deməli şairlər gəlir bir-bir. Mamayi gəlir Natavana deyir, Nəvvab gəlir Natavana deyir ki, Fərəc bəy deməli bizi danışdırır. Çağırtdırıb bizdən deyir, söz alır. Bizi danışdırır ki, bəs şeir məclisində siz nələr danışırsınız deyir. Bu nə məsələdir? Natavan artıq işin bilir ki, nə yerdə olduğunu bilir. Hətta şübhələrini də ki, içimizdə bir satqın var da. Amma bilmir, Natavan gözləmir ki, yəni inanmır ki, Zahir bəy eləyə. Bəli. Bir şair, deməli burada Fərəc bəy nə edir? Bir şairləri aparıb danışdırırmış Zahir bəyin bu sözündən sonra. Və nəhayət Fərəc bəy 2 polis nəfəri ilə birlikdə hara gəlir? Şuşa qalasına gəlir. 2 polislə birlikdə Şuşa qalasına gəlir. Onda gəlib Natavana deyirlər ki, Daşdəmir gəlib deyir ki, bəs Fərəc bəy 2 polis nəfəri ilə birlikdə gəlib sizlə görüşmək istəyir. Natavan əsəbləşir, istəyir geri qaytara. Orada Mirzə Ruhullah deyir ki, Daşdəmir sözü ilə geri qayıtmayacaq. Nəysə, Fərəc bəy girir içəri, Natavana deyir ki, sizə böyük hörmətimdən mən deyir sizin yanınıza polislə gəlməmişəm. O da deyir, nə böyük şərəf, nə böyük hörmət. Bunu kinayə ilə deyir Natavan. Bugün niyə gəlmişsiniz? Deyir, gəlmişəm ki, Seyid Hüseyni aparam. Düzdürmü? Amma Natavan əsəbləşir ki, nə haqla? Bəli, icazə vermir. Natavan buna qarşı gəlmək istəyəndə Prokurorluğun xəbəri. Yox. Deyir, imperatorun, deyir, canişinin əmridir, salam canişinin əmridir, deyir. Onun əmri ilə gəlmişəm. Amma Natavan buna baxmır, polisləri çağırmaq istəyəndə Natavan nə edir? Şillə vurur. Gör, ağıllanmır, birini də vurur. Bu nədir baba? Deyir, Fərəc bəy çıxır, gedir. Çıxıb gedəndən sonra Seyid Hüseynə qoymur da getməyə. Seyid Hüseyni kim aparır? Özü gedir. Seyid Hüseyin Natavana deyir ki, bunlar deyir mənim arxamca düşəcəklər, məndən əl çəkməyəcəklər. Yaxşısı mən gedim. Seyid Hüseyin özü gedir. Natavan mane ola bilmir və ardıca da Natavan at arabasına deyək də belə karetaya minib gedir onun ardıca. 13-cü şəkilimiz belə bitir. 14-cü şəkil. 14-cü şəkil artıq Natavan kimlə söhbət eləyir? Qala rəisinin otağındadır canişinlə. Natavan ilk canişinlə harada söhbət eləmişdi? Tiflisdə. İndi harada söhbət eləyir? Şuşada. İndi birdən sizə belə bir qrafik düşər. Belə bir qrafik düşər. Yazar, Tiflisdə Natavan və canişinin söhbətindən aydın olur. Şuşada Natavan və canişinin söhbətindən bizə aydın olur. Bildiniz? Bax, burada Tiflis yazar, bura Şuşa yazar. Tiflisdə aydın olur, Şuşada aydın olur. Hə, gəl indi işin içindən çıx. Ona görə dalbadal belə təkrarlar lətdirirəm. Hə, Ümid. Onlayn da deyirsiniz bunlara. Hə. Onlayn necə qoşulsunlar? Nömrəmizi yazıb qoşulsunlar. Hə. Özləri fikirləşməlidirlər.
Girsinlər videolarımızın altından tapsınlar, mən deməyəcəm. Hə, yaxşı. Yaxşı, deməli, Şuşada artıq 14-cü şəkillə Canişinlə görüşü. Aha, Canişin niyə gəlmişdi? Şuşaya niyə gəlir? Yox, imperator. Məsələn, aydınlaşdırmalıdır. Ay, hansı məsələni? Şeydə İran şəhzadəsinin öldürülmə söhbətini. Çünki zaten İranda bu şəhzadənin hörməti yox idi. Hökmdar özü öldürtmək istəmirdi. İndi bilir ki, qardaşı öldürülübdü. Hə, bundan istifadə edir. Güya iki gözünün işığı öldürülübdü. Güya iki gözünün işığı öldürülübdü və İranlılar bundan istifadə eləmək istəyir ki, Azərbaycanlıları günahkar bilələr. Düzdür? Günahkar bilərlər. Belə. Teymur deyir, bəxtdən saçım tökülür. Hə. Orada Nə dərd çəkir? Canişin deyir ki, Daha böyük məsələ. Teymur bilsiz necədir? Teymura 3 dənə şey tapşırsansa mağazaya göndərəndə, onun mütləq ikisini alıb birini almayacaq. Biz məcbur 4-ünü tapşırırıq. Amma ən lazım olanı almır. Yəni Teymur hara gedirsə, mütləq bir şey olmalıdır. Mütləq. Sonradan da olsa bir gün sonra da məlum olur ki, eləyim. Müəllim tapşırır ki, sənə tapşırılanı dəftərə yaz. Nə deyilir dəftərə yaz? Deyir dəftərə yazmaq yadımdan çıxır. Hər şey eləyim. Amma o sırf nəyə ki almalıdır, onu almayım. Niyə? Deyir, o mən dəftərə yazmağı unutmuşam. Tapşıranda unutub artıq. Ağlı harada? Hə, yaxşı, davam eləyə. Arada bir Boltun reklamı girdi ortaya. Yaxşı. Teymurun reklamı. Deməli, Canişin burada danışır, gəlmə səbəbini deyir ki, həqiqətən də deyir, bu yaxşı olmadı. İran şəhzadəsinin ölümü sanki Azərbaycanlıların üzərində bir ləkə kimi qalıb və bundan İranlılar istifadə edir. Və məsələ aydınlaşmalıdır da. Amma orada Canişin nə deyir ki, hətta bu işdə siz özünüz də, yəni Nativanın özünə də deyir ki, nədir, ayağını dinç qoy da. Ömər, hozu de, hozu. Rəcəbin müasir versiyası. Yoxdur. Deməli, deyir, yəni bunun bir ucu gəlir Natavana deyir ki, sizə dayanır. Düzdürmü? Natavanın özünə. Çünki Natavanın, Cavidən, Natavanın özünə niyə dayanırdı məsələn? Güya deyir ki, siz plan qurmusunuz, o məclisdə siz danışmışsınız ki, İran şəhzadəsini öldürdürəsiniz. Belə. Yaxşı, orada Canişin sonunda Natavana deyir ki, mən çalışaram, nə idim? 14-cü şəkildə. Ayso. Ayso. Və yenə Natavan Canişinin qərarı ilə razı olmur. Ümumi bir fikir. Orada Natavan Canişin deyir ki, mən çalışaram Seyid Hüseyni zindandan, imperatorla danışım da sizin zövcənizi zindandan çıxartdırım. O da deyir, mən tək bunu istəmirəm, istəyirəm bu hadisə Azərbaycan xalqının üzərinə kölgə kimi düşməsin. Yəni bizim adımız çəkilməsin burada. Yaxşı, Natavan deyir, biz deyir azadlığı istəyirik, amma təkik, köməksizik. Bizə deyir, kömək lazımdır. Canişin bunu qəbul eləyir. Boynundan atır. Bəli. Hal-hazırda deyir, hadisələr bu cür cərəyan elədiyi vaxtda heç cür deyir, biz də kömək eləyə bilmərik. Natavana deyir. Amma istəsələr eləyə bilərlər. Nəysə, kömək eləmir. Natavan deyir, biz azadlığı istəyirik. Kim deyir ki, Natavana xalq sizə mələklər kimi görünməsin? Canişin. Bəli, Canişin deyir. Və orada azadlıqdan danışanda Canişin deyir ki, azadlıq hara deyir xoşbəxtlik gətirmədi? Kimlərə? Sezarın və Lidovikdə o. Onun adını çəkir də. Hə, Lidovikdə gilyotinaya qoymuşlar başını. Ondan çəkilmir, hə. Baxaq. Hə, deyir ki, bax burada deyir, Sezarı deyir, dostları Sezarı öldürdülər. Hansı ki, deyir, o da azadlıq. Bəli. Və deyir, özləri deyir, bundan sonra Sezarı öldürəndən sonra nə olur? Xalqı qırğına verdilər. Və deyir, fransızlar da deyir, 16-cı Lidovikin başını gilyotinaya qoydular. Yəni, bunlar da azadlıq üçün çalışırdılar, amma azadlıq istəyənlərin deyir, sonun görürsən. Hə, belə və xalqı, yenə Canişin də pisdir ki, xalq sizə mələklər kimi görünməsin. Yəni, bunların içərisindən çıxır da bu satqınlar filan. Natavan da deyir ki, əgər deyir, şeytanlar mənsəb düşkünləri olmasaydı, xalqın mələk olduğuna siz də inanardınız. Nəysə, Canişinlə söhbəti uzatmırlar. Canişin Natavanın dediklərini imperatora çatdıracağına söz verir. Bu oldu 14-cü şəkil və 15-ci şəkil. 15-ci şəkil hardadır məkan olaraq? Natavanın artıq Şuşa qalasında, bəli.
Natəvan oturub, yanında da kimlər var? Şeir məclisində olan adamlar var. Mirzə Ruhullah filan. Aha, möhnətlə də Şahmar gəlir. Bəli. Möhnətlə Şahmar 15-ci şəkildə qaça-qaça Natəvana nə xəbər gətirirlər? Aha. Hidayət xanın darğası gəlib dəhnəni dağıdıbdır. Arazdan mil düzünə ağ çəkdirmək üçün dəhnələr, bu şülüs kimi də nə deyirlər, o arxın bir növrəsi kimi bir şey deyək də, yəni. Hə, bunu çəkdirmişdi, həmin o dəhnələri dağıtdırır. Hətta deyir, kimi deyir, onun əlindən aldıq? Yox. İnjineri, mühəndisi. Mühəndisi də deyir, güclə deyir, onun əlindən almışıq, Natəvana deyir. Natəvan burada əsəbləşir və deməli, Zahir bəy gəlir, deyir, hardan gəlmişdim mən? Aha. Mən deyir, dostlarına orada salam verir, deyir, mən Gəncədən gəlirəm. Gəldim və gələn kimi deyir, belə hadisələri eşitmişəm, nə baş verir? Güya bunun necindən xəbəri yoxdur. Neyse Zahir bəy də oturur və bu an bunlar danışanda 15-ci şəkildə kim gəlir? Deyim, mən vəzifədən çıxardıqlar, məndən çıxardıqlar. Çıxarıblar, yox. Mixailov salamlayır Natəvan. Çünki Mixailov burada olduğu vaxtlarda Natəvan ona yaxşı davranmışdı, mehriban. Natəvanın atını məsələn Meymun adlandırdı. O atı istəmişdi, minmişdi. Qarabağ atlarına heyranlıq o da bilmişdi. Sonra Qarabağlılar cəmaatına heyranlığını bildirmişdi. Eyni zamanda Natəvana kitab bağışlamışdı. Rusların taleyindən biraz danışmışdı orada Mixailov. Nəsə Natəvanla, yəni Azərbaycan xalqını Mixailov yaxşı qarşılayır, pis qarşılamır. Ona görə də Natəvana yaxşılıq eləyib getmək istəyir. Natəvanın yanına gəlir ki, Natəvana deyir məclisdə ki, bəs mən öz vəzifəmdən istefa vermişəm, özü çıxıb vəzifəsindən. Amma deyir, getməmiş bir nəfərin iç üzünü sizə açıb göstərəcəyəm. Bəli, şalı görüldü atmıram, yox, mövzunu bitirməyə çalışıram. Hə, Natəvana deyir, bir nəfərin iç üzünü açacağım. Kimin? Deyirlər ki, deyir bir satqını. Ondan sonra da gedəcəm. Zahir bəy orada deyir ki, Zahir bəy deyir ki, Mixailovu susturmaq istəyir. Buyurun Zahir bəy, istəyirsiniz məndən duelə girin. Orada kim deyir ki, deyir Zahir bəy sizlə deyir siz duelə çağıra bilməz. Deyir ki, əgər onda kişilik olsaydı vətəndaşlarına bu cür böhtanı yapışdırmazdı. Nəvvab deyir. Deyir Zahir bəy də kişilik olsaydı öz vətəndaşlarına bu cür böhtanlar yapışdırmazdı. Və deyir Zahir bəyin satqın olduğunu deyir. Hə, Zahir bəy burada getmək istəyəndə kim Zahir bəyi öldürmək istəyir? Şahmar. Şahmar Zahir bəy öldürmək istəyəndə Natəvan deyir ki, tutun oğlanı və Zahir bəy deməli Şahmarı tuturlar. Şahmarı tuturlar, Şahmar da orada deyir ki, qoyun deyir, bu qeyrətləri öldürək. Möhnətdir, qoy bu köpək oğlunu istəyirsə deyir, öldürək. Belə deyir. Nəysə qoymurlar. Çünki orada düşünürlər ki, Natəvan deyir, sən bunu deyir, öldürəsən, başqa Zahir bəy peyda olacaq. Sanki bunun fikri biraz Seyid Hüseyin kimi idi, ümumi düşünürdü. Bunlar danışanda Hidayət xan gəlir. Hidayət xan gələndə səhnədə demək olar ki, hamı gedir, Xurşudbanidən Hidayət gəlir, düzdürmü? Hidayət xan nəyi eşidib gəlmişdi? Xəbər eşitmişdi. Natəvan mal mülkdən imtina eləyib, xalqa paylayır, düzdürmü? Bunu eşidib gəlmişdi. Çünki Natəvan deyirdi ki, Zahir bəy kimi, Hidayət bəy kimi ağalarla, bəylərlə eyni mənsəbdə olmaq istəmirəm, deyir. Onlarda xalq sevgisi yoxdur. Hidayət də gəlir, deyir ki, bəs sən niyə bu yolu tutmusan, deyir. Ata-baba mülkümüzü niyə deyir, bada verirsən? Bir sən qalmışsan, bir mən qalmışam. Hidayət xan güya bunu yola gətirir, güya xalqı düşünür. Natəvan da fikrindən dönmür, Hidayət hirslənib gedir. Hidayət istənib gedir. Deməli, Natəvana məktub gəlmişdi. Gətirirlər, bəli, Daşdəmir gətirir Natəvana, məktubu verir ki, sizdə məktub var. Natəvan məktubu açır ki, bu Knyaz Xasaydandır. Bəli, Knyaz Xasay məktubda nə yazmışdı? Sürgündə olduğunu deyir. Sürgündə olduğunu deyir və deyir, mən buna dözə bilmirəm artıq. Hətta deyir, mənim yerimə siz olsa, siz də deyir, bunu deyərdiniz. Dözə bilmirəm, bəli. Orada Natəvana necə deyim, deyir ki, mən artıq buna dözə bilmirəm və öz Sayın səsi gəlir də bu. Silahı öz başına, bəli, öz canına intihar eləyəcəyini deyir və silahla özünü öldürür. Natəvan sanki beynində Knyaz Xasayı canlandırır beynində. Knyaz Xasayın əlində silah kimi tutur beynində və silah səsi qəfildən açılır. Natəvan diksinir, qorxur, qışqırır. Mirzə Ruhullah gəlir onda. Mirzə Ruhullah deyir ki, qorxma deyir. Natəvan deyir, o kim idi? Deyir, Hidayət xan.
Aha, deyir saxsağanı vururdu. Natəvan deyir vurdu mu? Deyir bəli vurdu. Deyir niyə vurdu? Axı deyir bu quşlar, yəni bu saxsağan xeyir xəbər gətirirlər. Və deyir Natəvan deyir onsuz da bunlar deyir həmişə xeyir xəbər deyir. Xeyir xəbərlərə qarşı gələnlər, yəni xeyir xəbərləri vuran deyir obrazlardır. Vurmaq üçün gəliblər bu dünyaya. Natəvan deyir bunu. Daha doğrusu Mirzə Ruhullah deyir bunu. Nəysə, Natəvan Mirzə Ruhullah deyir ki, Daşdəmirlə kimi göndər? Bəyimi göndər. Hər ikisinə nə verir? Hərəsinə bir kisə qızıl verir ki, bundan sonra mənim xidmətçimdir. Deyirsiniz, mənim deyir. Aha, heç bir xidmətə ehtiyacım yoxdur. Bəyim deyir ki, yox, Amma mən sizin hələ də işləmək istəmirəm. Ömrüm boyu sizə xidmət eləmək istəyirəm. Natəvan da deyir ki, yox, mən də sizdən birinizəm. Yəni, mən də xalqdan biriyəm və deyir, xalqa da deyin ki, mənə vergi verməsinlər, Natəvan. Bundan Natəvan deyir, bu gedin deyin ki, Natəvanın deyir, vergi verməsinlər və Natəvanın mülkü yoxdur. Artıq mülkün paylayıb xalqın içərisinə qarışmışdı. Natəvan deyir ki, mən deyir, xalqla birlikdə irəliləyəcəm deyir. Bundan sonra deyir, Azərbaycanın milli birliyini, azadlığını tapmış, deyir, bizi deyir, milli birliyini, azadlığını tapmış, azad Azərbaycan gözləyir deyir. Yəni, sonda müsbət motivlə bitir. Bəli, Natəvanın ümidi var Azərbaycanın birləşəcəyinə. Aydındır? Bəs hansı əsərdə deyir, biz də görəcəyik Azərbaycanın şimallı, quzeyli xəritəsini, güneyli, quzeyli xəritəsini. Gülər başa düşdün indi? Müsbət sonluqla. İstiqlalda, bəli. Oradan oxudan. İstiqlalda. Bəli, İstiqlalda deyir. İstiqlalda da Azərbaycanın birləşəcəyinə ümid var. Bir də Təbrizim şeirində də var, düzdür? Cənubi Azərbaycanın var. Sənin sonun 3000 götürüb bəli. 3000? Mən burada soruşdular ki, sənin sonun 2000 götürüb. Yox, mifik nədir? Yəni Natəvanın müsbət gələcəyə qarşı ümidi ilə bitir. Natəvan ümid edir ki, Azərbaycan birləşəcək. Bu oldu Xurşidbanı Natəvan əsəri. Tarixi dramdır Xurşidbanı Natəvan. 1980-ci ildə yazılıbdır. Aydındır? Aha, 1980-ci ildə yazılıbdır. Yaxşı. 1980-də yazılıb? Hə. Mənə deyin görüm, deməli, suallar verim sizə keçdiyimiz əsərlərdən. Hə. Qaytar mənim qüdrətimi Azərbaycan şeirində. Deyin ki, ümumiyyətlə hansı vəzində yazılıb? Heca vəzində yazılıbdır, bəli. Şeir vahidin dedik bənddir. Şeir şəkli sabitdirmi bütün bəndlərdən? 6 və 7. 4A, 2B, 5A, 2B formasında qafiyələnir. Qaytar mənim qüdrətimi Azərbaycan. Şeirin sonu Odər yurdu, ot torpağı olaraq bitir. Hamısında yox. Ya ot torpağı, ya da Odər yurdu, ot torpağı deyə təkrar olunur, bəli. Orada nəyi əfsanə adlandırmır? Nə? Bağata əfsanədir, düzdürmü? Bağata əfsanədir. Yaxşı, hansı sənətkarların adı çəkilir? Nizami. 3N, 1B. 3N o gedirdi. 3N nə idi? Bilməm də, nəysə, mən baxmırdım o üçünə. Hə, 3N1 kaydı nə idi? Dəqiq bilməm. İndi burada da 3N, 1B-da. Hə. Nəymi, Nəsimi, Nizami, Babək. Bunların adları çəkilir. Uşaqlar, mənə deyin görüm. Babək və Nəsimin adı harada keçirdi? Şəhidlərdə, İstiqlalda. Bəli. Şəhidlərdə keçir. Hətta Azərbaycan, Səməd Vurğunun yox, deməli şəhidlərdə, düzdür, şəhidlərdə keçir. Şəhidlərin hansı hissəsi nə idi? Eşq olsun, sizə hissəsində idi, bəli. Bəli, şəhidlərdə, 4-1K. Yaxşı, qaytar mənim qüdrətimi Azərbaycanda. Deyin görüm, müəllif özünü nəyə bənzədir? Həzrət Əli qılıncım, oddan gərək bir qıncəm, nəyi kəsib tökəm? Xəyanəti, cinayəti, haqsızlığı, bunları kəsib tökəm. Yaxşı, qaytar mənim qüdrətimi Azərbaycan. Venn diaqramının bu tərəfində, bu tərəfdə də intiqam əsəri. Düzdürmü? İntiqam, Xəzangül. İndi deyin ki, ortaq cəhət. Qarabağ.
bir Xocalı soyqırımı, düzdürmü? Burada Qarabağ hadisəsidir. Məsələn, Xocalıya soyqırım, burada da Qarabağ hadisələrindən danışılır. Düzdür? Qaytar mənim qüdrətim Azərbaycan. Digərində də Xocalı soyqırım. Və ikisində də körpə uşaqların qətlə yetirilməsi var. Xəzangilin uşağı digərində də deyir ki, əmzi yerinə deyir, od lüləsi verdilər o uşaqlara. Qaytar mənim qüdrətimi Azərbaycan şeirində. Sonra İstiqlal imtahana düşür, şəhidlər düşür, əlbəttə. Daha sonra gəlin sual verək. Yaxşı. Hansı şeirin ilk misraları idi ki, təkrar olunurdu? Vətəndaş. Vətəndaş orada xitabdır, yoxsa? Yaxşı, yaxşı. Qışqırma, qışqırma, yaxşı. Tamam. Yaxşı, uşaqlar. Zamanib də nəsədir? Hə, çox. Qarabağ mı? Nə? Yaxşı, deyin görək uşaqlar, 20 yanvar hadisələrindən bəhs edir. Hansı? Dərs, şəhidlər, İstiqlalın özündə də var, şəhidlər hissəsində. Bəli, dərs hekayəsi. Bəhs eləməyən, məsələn, Qaytar mənim qüdrətimi, intiqam, bunlarda 20 yanvar yoxdur. Uşaqlar, Qaytar mənim qüdrətimi Azərbaycan şeirində 20 yanvar hadisəsi yoxdur, düzdür? Bəs 20 yanvar şəhidi kimdir? Ülvi Bünyadzadə, bəli. Bir də Qarabağ şəhid, 1-ci Qarabağ, Təbriz. Bəli, Xəlil Rıza Ulutürkün öz oğlu. Təbriz, Təbriz. Harda yasan oğlu? Hə, açıq sual düşmür axı elə. Yaxşı. Qaytar mənim qüdrətimdə müəllif öz adını çəkir. Xəlil Rıza Ulutürk. Axırdan ikinci bənddə deyək, mən türk oğlu ulu türkəm deyir. Yəni öz təxəllüsünü işlədir. Bəli. Bircə kişi qalsam belə, yəni bircə tək qalsa belə nə etmək istəyir? Bu intiqamı alacağını bildirir. Və bu savaşı nə adlandırır? Bu savaşı nə adlandırır? Savaşda Azərbaycana deyir, sən üzü ağsan deyir. Və Azərbaycanın hal-hazırda olduğu vəziyyəti cəhənnəm adlandırır ki, dipsiz cəhənnəmdən deyir, çıxacaqsan, üzü ağsan. Azərbaycan haqq savaşıdır bu. Çünki Azərbaycanın torpaqları uğrunda gedir də, düzdürmü? Yəni, əslində düşmənlərin haqqı olmadığını deyir. Sonra, daha sonra. Biri deyir, onu sabah verirsiniz. Bəli, sabah. Yaxşı uşaqlar, mənə deyin görün, Müsibət Fəxrəddinin neçənci hissəsində, neçə pərdədən ibarətdir? Neçə pərdədən? Müsibət Fəxrəddin 6 pərdədən ibarətdir. Hansı pərdələrdə ümumiyyətlə Fəxrəddin iştirakı yoxdur? 1 və 3-də. 1 və 3-də. Müsibət Fəxrəddin əsərində kim öz monoloqu ilə öz daxili dünyası haqqında, yəni sanki daxili dünyasını açır Rüstəm. Bəli. Rüstəmin əsərinin əvvəlindəki dialoqu. Fəxrəddini kim öldürür? Əhməd. Uşaqlar, birdən testə düşsə ki, qan davasının bir tərəfi olmasa belə, əsərin gedişatında rolu olur. Necə? Qan davasının bir tərəfi Əhməd. Çünki qan davası Fəxrəddinin ailəsi ilə Rüstəmin ailəsi arasındadır, düzdür? Bəli. Amma Əhmədin heç bir rolu yox idi. Sadəcə Əhməd Rüstəm bəyə görə. Aydındır? Yaxşı. Kim başlayır saymağa ki, bax, deyir, sənin atan mənim əmrlərimi sürgün elətdirdi. Gülbahar kimə sayır bunu? Saadətə. Saadətə, nə olur? Saadətə, Cavida. Yaxşı. Deyin görüm, Hüseyin Cavidin ana əsərində. Daldan atılan daş topuğa deyər. Kim deyir? İzzət. Qəşəng. Orxan haqqında, amma Orxanın eşitməyəcəyi tərzdə deyil. Bəli. Deyin görüm, Hüseyin Cavidin ana əsəri neçə pərdədən ibarətdir? Bir pərdədən ibarətdir. Bir pərdədən ibarətdir. Anamın kitabı əsəri neçə pərdədən ibarətdir? 6 pərdə. 4 pərdədən ibarətdir anamın kitabı da. Anamın kitabı 4 pərdədən ibarətdir. İblis 4 baş olur. Anamın kitabını belə yadda saxlayırsınız. Əsərin 1-ci pərdəsində qardaşlar haqqında ilk təəssürat yaranır. Əsərin 2-ci pərdəsində
İkinci, əsərin ideyası məlum olur. Əsərin üçüncü pərdəsi kulminasiya nöqtəsidir və bizə məlum olur ki, qardaşların tutduğu yol birləşə bilməz. Əsərin dördüncü pərdəsi artıq qardaşlar özləri öz dilləri ilə etiraf edir ki, bizim tutduğumuz yol birləşə bilməz. 4 pərdədən ibarətdir. Hə? Asas saxlamaq. Hə. 4 dənə uşaq var. Hə, 4 pərdə yaxşıdır, 4 uşaqlar indi. Əla. Deməli uşaqlar, İblis də 4 pərdədən ibarətdir. Anamın kitabı da 4 pərdədən ibarətdir. Aydındır? Müsbət Fəxrəddin 6 pərdədən ibarətdir. Bəs yaxşı, Monsieur Jordan neçə pərdə? 4 pərdədən. Müsbət Fəxrəddin. Müsbət Fəxrəddin. Deməli, nə edirdik? Hə, Monsieur Jordan da 4 pərdədən ibarətdir. Tamam. Sonra sizə gülürləri var. Sizə gülürlər. Sizə. Yaxşı. Tamam. Bir dənə onu vermə batın. Dərsi qaynatmağa bir candır. Sualı verirəm Gülay sənə. Gülay de görün, vətən yaralarında bağlamanı açmağa qoymayan əsgər kim idi? Nəsrəddin. Nəsrəddin bağlamanı açmağa qoymur. Çünki Ayan, Lətif haradaydı? Yaralıydı. Xəstəxana, ağır yaralıydı. Bəli. Aha. Arxa cəbhəyə yaralandığı üçün arxa cəbhəyə göndərilən əsgər kim idi? Yaralı əsgər. Çünki Nəsrəddinlə Lətif arxa cəbhəyə göndərilmir. Düzdürmü? Səhra xəstəxanasındaydı kim? Nəsrəddin. Aha. Yarasının ağır olduğunu öyrənib onun yanına gedir. Yaralı əsgər Lətifin yanına gedir. Bəli. Yaxşı. Neçə özünə ömür arzuluyur? 2. Birinci təcrübə olsun. Öyrənməyə sərf olunsun. Əgər bu imtahandan keçə bilsə, bu təcrübəni artıq keçə, ikinci ömür deyir, ona nəsib olsun. Yenidən uşaq olmaq istəyirdi, qayıtmaq istəyirdi. Bəli. Nə? Bu 2 nə deyil? Mən bilmirəm. 2 ömür arzuluyur. 2 ömür arzuluyur, onu deyirlər. Cəmaət səndən fərqli olaraq dərsə cavab verir. 2 dərsdədir. Hə. Yaxşı. Uşaqlar, vətən yaralarında müəllif özünə vəzifə hesab edir. Daha doğrusu, yaralı əsgər özünə vəzifə hesab edir. Nəyi? Keçən il düşən sual. Yox. Nəyi qorumağı? Deyir ki, bax, heç bir zaman bu xəyallar cəbhədəki qədər deyir, şirin olmazdı. Olub keçən düşüncələr, deyir, xatirələr. Bəli, həm o xatirələri qorumağı özünə vəzifə hesab edir. Məhz deyir, bu gün deyir, onun üçün buradayıq, deyir. Bunları qorumaq üçün. Aydındır, keçən il düşən suallardan biri də. Adboy verin oradan. Gedir canlı? Hə, əla. Tamam. Deyin görüm. Bir dənə də sual verək sizə. Talvar əsərində tutun parçalanmasını ilk kim görür? Gülağa. Düzdürmü? Kim idi o? Bəli. Sonra da Ana xanım görür. Düzdürmü? Yaxşı. Kişi özü eşidir səsi, yoxsa gedib xəbər verirlər? Özü eşidir, gəlir. Bəli. Orada kişi, deyin görüm, Talvar əsərində kim idi əsas obraz? Qoca kişi. Kim idi? Təkrar eləməmisiz Talvarı. Ayan kim idi? Eşidirlər, bax, baxırlar evdən. Talvar əsərində əsas qəhrəman kim idi? Əli Abbas kişi, bəli. Ömər, düz otur Ömər. Əli Abbas kişi, düzdürmü? Yaxşı, Əli Abbas kişi özünü orada kimə sübut eləmək istəyir ki, bax, tut parçalandı, gördün? Gülağaya, bəli, Gülağaya sübut eləmək istəyir. Orada, deməli, Əli Abbas kişinin yaxasına tutun ləkəsi görünür də. Kimi? Kimi idi o, oğlu? Ağa? Ağa Muxtar, bəli. Ağa Muxtar, yaxşı. Bu günü tut günü adlandırır. Kim idi? Tut günü adlandırır bu günü. Yox. Tut günü. Tut günü adlandırır. Tut günü. Uşaqlar. Deyin görün bu günü tut günü adlandırır. Kim?
Yox. Düz yazan yoxdur elə ki. Elə olar. Ağa Muxtar. Yox, uşaqlar, yox. Ana xanım. Yox, uşaqlar, yox. Ağa Səlim yazır. Mən də neyini fikirdə o uşaqlar. Ağa Səlim yazır. Bəli, Ağa Səlim. Mən dedim, mən dedim. Ağa Səlim, bəli. Elə bir Ağa Muxtar eşidirəm mən. Ağa kimə deyir ona? Ağa Səlim onu kimə deyir? Deyil. Həyat yoldaşına. Həyat yoldaşına, bəli. Dəqiq bilirmişsən ha. Ağa Muxtar kişinin oğludur. Fəthullah ilə Ağa Muxtar. Hə. Bəs Ağa Səlim? Nəvəsi. Ehtimal olunur ki, Gülağanın Fəthullahın oğludur Ağa Səlim. Ehtimal olunur ki, Gülağa da onların oğludur, bəli. Əla. Bilmirsiniz, deməli evə götürün Talvarın təkrarı. Dedikcə yazın, sonra yadından çıxır əsərlər. Talvarın təkrarı yadınızdan çıxır. Talvar əsərini götür, birinci bu. Talvar götür, bir. İblis. Talvar. İblis. Uşaqlar, açaq İblis əsərində sual cavabım belə. Canlını açaq. Hə. Gələn dərs deyirəm. İblis, Talvar. Sonra. Sonra mən deyim. Yox, lazım deyil. Sonra uşaqlar götürün. Deməli. Türkün nəğməsi keçmişdən də verir. Müsbət məxrətdir. Deməli götürün. Qaytar ana borcunu. Qaytar ana borcunu yaz. Qaytar ana borcunu. Ayan yazır. Qaytar ana borcunu. Həyat sevgisi. Cəlal düz otur. Həyat sevgisi. Həyat sevgisi. Ağa bitirə bilərsən. Yağış yağarkən. Yağış yağarkən. Bir dənə də götürün keçən ilin son gecəsi.